Mən Bakı Slavyan Universitetinin Xarici Dil Müəllimliyi Fakültəsinin 4-cü kurs tələbəsi Nuruzadə Həvva. Mən artıq bu il məzun oluram. Təhsil aldığım müddətdə öz ixtisasımla bağlı nəzəri biliklərlə yanaşı özümü inkişaf etdirməyə meyilli olmuşam. Bu müddət ərzində universitetin təşkil etdiyi bir sıra tədbirlərdə, təlimlərdə aktiv şəkildə iştirak edərək özümü inkişaf etdirmişəm. Bununla yanaşı bir sıra dostluqlar qazanmışam və daim inkişafa meyilli olmuşam. Bakı Slavyan Universiteti özümü inkişaf etdirmək üçün möhkəm təməl yaratdı və gələcəkdə iş həyatında uğurlu olmağım üçün mənə çox kömək etdi. Mən Bakı Slavyan Universitetinin Filologiya fakültəsi üzrə təhsil alan sonuncu kurs tələbəsi Heydərova Fidan Elşən qızı. Bakı Slavyan Universiteti mənim üçün sadəcə bir universitet deyil, orada püxtələşdiyim, özümü tapdığım doğma təhsil ocağı oldu. Burada qazandığım təhsil və aldığım dünyagörüşü məni gələcək hədəflərimə aparan ən böyük dəstəkdir. Bakı Slavyan Universiteti bizə təhsil diplom deyil, heç vaxt sönməyəcək elmi işıq, qürur hissi bəxş etdi. Mən Ramazanova Ləman Ramil qızı, Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Rus dili və ədəbiyyat ixtisasının tələbəsiyəm. Bakı Slavyan Universiteti mənə güclü biliklər və gözəl təcrübələr qazandırmışdı. Bu universitetdə oxuduğum müddətdə həm peşəkar olaraq, həm şəxsi olaraq inkişaf etmişəmdir və müəllimlərimin sayəsində öz bilikləri tam-tamına püxtələşdirmişəm və hal-hazırda bir müəllim olaraq uşaqların həyatına toxunmağa hazıram. Mən Rüstəmova Zəhra, Sosial Elmlər və Regionşünaslıq fakültəsində Azərbaycanşünaslıq ixtisasında təhsil alıram. Bakı Slavyan Universitetində tələbəlik illərində təkcə bilik əldə etmədim. Eyni zamanda bu bilikləri təcrübəyə tökməyi və könüllülük fəaliyyətləri, müxtəlif tədbirlərdə iştirak etdim. Bu tədbirlərdə iştirak nəticəsində öyrəndim ki, cəmiyyətə faydalı şəxs olmaq təkcə bilikli və təcrübəli olmaq deyil, eyni zamanda mənəvi dəyərlərə də yer verməkdən ibarətdir. Və Bakı Slavyan Universitetinə bu mənəvi dəyərlərə mən şahidlik etdiyinə görə təşəkkür edirəm.